Allahümme salli ala Muhammedin ve ali Muhammed. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Ve bari'il halaikil ecma'in. Vessalatu vesselamu ala seyyidina ve nebiyyina Habibi ilahil alemin ve tabibi nüfusina Ebil Qasim Muhammed. Allahümme salli ve alihi tayyibin tahirin el muntecebin ve la'nu daimi ala a'daihim minel ana ila qiyami yevmiddin. Amma ba'd. قال الله تعالى في كتابه الكريم بسم الله الرحمن الرحيم قل لله الشفاعة جميعا له ملك السماوات والأرض ثم إليه ترجعون صدق الله العلي العظيم. Aziz müminler, muhterem kardeşlerimiz, bacılarımız, mescitte iştirak eden müminler, mescitten kenarda izleyen, evlerinde bu meclisleri izleyen əzizlərimiz, həmvətənlərimiz, Allah Teala mübarək Qədir gecələrini hər birimizi bu gecəni idrak edənlərdən eləsin inşallah. Və çəkilən zəhmətlər, edilən ibadətlər, gecənin idraki üçün oyaq qalınan gecələri, bu zəhmətləri Allah Teala hər birinizdən qəbul eləsin. Bir neçə gün bundan əvvəl elə Novruz bayramı günlərində vətənimizin keşiyində dayanan hərbiçilərimizdən ikisi qar uçqunu səbəbindən şəhadətə yetişiblər. Bütün şəhidlərimizlə bərabər İmanov Əli Tariyeloğlu şəhidlərimiz və Həmidov Ruslan Rüstəmoğlu, Allah Teala ruhların Hz. İmam Hüseyin aleyhisselama qovuştursun, Hz. Əmir al-Muminin aleyhisselama qovuştursun, şəhidlərimizin məqamın ali uca eləsin, pak mütəhhər ruhların salavatla yad eləyək. Allahümme salli ala Muhammedin ve ali Muhammed. Oxuduğum ayət-i kərimə Zümer suresinin 44-cü ayəsində göründüyü kimi mövzumuz, bugünkü söhbətimiz şəfaət söhbəti olar, şəfaətdən olar ki, Allah-u Teala bu barədə Qur'an-ı Kərimin fərqli surələrində, müxtəlif ayət-i kərimələrində şəfaət haqqında zikr eləyib və bizlərin də inşallah diqqətimiz bu barəyə yönələr və dünya və axirət Allah Teala'nın izin verdiklərinin şəfaətini bizlərə nail olmasını uca Rəbbimizdən istəyək, diləyək bu vəsilə ilə. Ümumiyyətlə, Əimmə Ətharın hədis-i şəriflərində də və Qur'an-ı Kərimin ayət-i kərimələrində şəfaət mövzusuna diqqət eləyəndə məlum olur ki, bütün varlıq aləmi, bütün yaradılmışlar şəfaət üstündə mövcuddurlar, qurulublar. Yəni, varlıq aləminin səbəbkarı, bütün səbəblərin müsəbbibi olan Allahımız ki, müsəbbibəl əsbabdır, yəni bütün səbəbləri var edən odur və bu səbəblərdə də şəfaət etmə hüququnu, iznini Allah Teala yaratdıqlarına, xəlq etdiklərinə özü bəxş eləmişdir. O nöqteyi nəzərdən Həzrət Peyğəmbərimizin özü də buyurduğu kimi Əbəllahu ən yücriyəl umura illə bi əsbəbihə. Allah Teala istəmişdir ki, bütün əmrlər, bütün işlər səbəblər üzərində olsun. Səbəb üzündən baş versin. Və oxuduğumuz ayət-i kərimədə də Allah Teala buyurur ki, Qul lillahi şəfaətü cəmi'a. Ya Peyğəmbər, de ki, bütün şəfaət Allah Teala'ya məxsusdur. Allahındır. Şəfaət etmək Allah'a məxsusdur. Sonra ardıca buyurur, Ləhu mulkus səməvəti vəl ard, sümmə iləyhi turcaun.
Bütün səmalar və yer O'nundur və bütün yaratdıqları O'na tərəf dönəcəkdir. Yəni yaradılmışları zikr eləməkdə Allah-u Teala şəfaət kəlməsindən, ayəsindən sonra yaratdıqlarını, məxluqatı zikr eləməkdə səbəb elə məxluqatda da şəfaət hüququnu qoyduğunu Allah Teala bəyan eləmiş olur. Ümumiyyətlə şəfaət sözü nədir? Quran-ı Kərimin Fəcr surəsində biz oxuyuruq. Allah Teala "Veş-şəfi'i vel-vatr" deyə iki şeyə də and içir. "Vel-fecr ve leyalin aşr veş-şəfi'i vel-vatr." And olsun şəfə, yəni cütə və and olsun təkə. Allah Teala cütə və təkə ayrı-ayrılıqda and içir. Şəfaət sözü şəfi'dəndir, yəni cütdəndir. Yəni şəfaət edən, şəfaət olunanla birlikdə olanda və yaxud şəfaət edən, şəfaət olunanın yanında olduğu üçün bu cüt sayılır. Yəni bir şeyə, bir kəsə, bir kəsin sıxıntısına, dünya və axirət çətinliyinə kömək edən birisi varsa, bu artıq cüt olur. O nöqteyi nəzərdən şəfaət cüt sözündəndir. Yəni bir şəfi olmalıdır, şəfayət edən olmalıdır, bir də müşəffə olmalıdır. Yəni şəfayət olunan olmalıdır ki, bunlar cüt olsunlar. Bu mənada Allah Teala'nın yaratdıqları, məsələn günəşin özü Allahın şəfayət izninə sahib olan yaradılmışlardandır. Ayın özü həmçinin. Suyun özü şəfayət hüququna malikdir. Nə bilim, yediyimiz yeməyin, qidanın özü şəfayət hüququna malikdir. Odun özü şəfi'dir, şəfayət edəndir. Yəni Allah Teala günəşə istilik vermək, şüa saçmaq hüququ bəxş edib. Kimin üçün? Bizlər üçün, yəni yaradılmışlar üçün, məxluqat üçün. Bütün məxluqata günəş şəfaətçidir. Və o hüququ da kim verib? O hüququ Allah Teala verib. La yeşfa'u illa bi izni. Allah Teala'nın izni olmadan heç kəs şəfayət eləyə bilməz. Yəni heç kim heç kimə kömək eləyə bilməz. Bir qüvvətlinin bir zəifə olan köməyidir şəfayət. Belə bir təsəvvürlü. Bir qüvvətli, bir zəifə kömək eləməsi şəfayət sayılır. Şəfi' bu mənada bu ikisi qüvvətli ilə zəif cüt sayılırlar. Bu mənada Allah Teala'nın bu yaratdığı yer, səmalarda olan nə varsa, deməli hamısı əgər faydalıdırsa, onda Allah Teala bir fayda qoyubsa, deməli Allah Teala'nın izni ilə o şəfi'dir, o şəfayət eləyəndir. Necə ki, hamısı Allahın əmrindədir. Günəşin işığı Allahın əmrindədir. Günəşin özünün istiliyi Allah Teala'nın əmrindədir. Allah Teala istəsə günəşi soyudar, onun istiliyini aradan aparar. Odun yandırıcılığı Allah Teala'nın əlindədir. İstəsə o oda yandırıcılıq verən Allahın qüdrətidir, feili qüdrətidir. Və əgər istəsə odu soyutsun, necə ki İbrahim əleyhissalam üçün soyuq oldu, Allah Teala'nın əmri ilə o od soyuğa çevrildi. Və digər suya ateşdən, susuzluqdan, susuzluğu aparan qüvvəni verən Allah Teala'dır. Bu mənada onlar şəfi'dirlər. Bu mənada bütün bu yaradılmışlar, insana, məxluqata xeyri olan hər bir şey nədir? Şəfi'dir, şəfaətçidir. Bir digər ayət-i kərimədə bu daha da bizə aydın olacaq. Yunus surəsinin 3-cü ayəsində Allah Teala buyurur ki: "İnne rabbakumullahu-llezi halaqas-semavati vel-ard fi sitteti eyyamin thumma istava alal-arşi yudabbiral emri ma min şefi'an illa min ba'di iznih." Buyurur ki, həqiqətən Allah, sizin Rəbbiniz olan Allah səmaları və yeri 6 gündə xəlq eləmişdir. Sizin Rəbbiniz olan Allah səmaları və yeri 6 gündə xəlq eləmişdir. Rəbb sözünü ona görə Allah Teala xüsusən burada istifadə edir ki, çünki bütün məxluqatı yoxdan, sıfırdan xəlq edib, böyüdüb, boya başa çatdıran, tərbiyə edən ismi Rəbb ismidir. Ona görə buyurur ki, Rabbukumullah, sizin Rəbbiniz olan Allahınız,
Sizin Rəbbiniz olan Allah. Yeri ve göğü 6 günde xəlq edib. Sümme isteva alel arş. Sonra ərşi öz hökmünün altına aldı. Yani bütün hökmləri yer üzerine gelen ve yaxud bütün yarattıqlarına, güneşe, aya, ne bileyim galaktikalara Allah'ın nazil olan, tedbir ettiği, təqdir ettiği hökmlər ərşdən nazil olar. Sonra ərşə hakim oldu. Yudabbirul əmr. İşləri idarə edən odur. Yani ərşdən işləri idarə edən odur, Allah'tır. Yani bütün bu yarattıqlarını idarə edən Allah'tır. Sonra davamında buyurur. Mə min şəfi'an illə min ba'di iznih. Onun izni olmadan heç kəs şəfaətçi ola bilməz. Yaxşı, burada şəfi' sözünün mənası nədir onda? Allah Teala niye şəfi' sözün zikr edir, yani şəfaətçi? Buyurur ki, yani onun işlerini idarə etməkdə ona köməkçi olanlar, mələklər və bütün işlərində şəfaət izni verdikləri vardır. Şəfaət izni verdikləri olmasa heç bir nə güneş ışıq saçar, nə bilim ay yerin ətrafında fırlanar, nə yer öz sabit vəziyyətində dayanar, nə də ki ulduzlar öz məcrasında cərəyan edir, yəni hərəkət edir. Yəni bütün bunlar Allah Taala'nın izni ilədir. Allah'ın izni olmadan heç bir yaradılmış öz Allah'ın tedbiriyle idare olunması Allah Taala'nın izniyle verdiği şefaat iznine göredir. Başka bir ayet-i kerimede buyurur ki Nisa suresinin 85. ayetinde men yeşfe' şefaaten hasene yekun lehu nasibun minha. Kim güzel bir işte, xeyirli bir işte Allah veya məxluqat yanında gözəl vasitəsilik etsə, yəni şəfaətçi olsa, həmin işdən ona pay düşər. Hər hansı bir kəs bir yaxşı işdə vasitəçi olsa, məsələn, tutaq ki, birinə yardım eləsə, kasıba, fəqirə, yetimə və yaxud iki küslünün arasını düzətsə, bir, necə deyirlər, ailəyə əminamanlıq gətirmək üçün sülh yaratmış olsa və s. Hər hansı bir xeyir işdə vasitəçi olsa, şəfaətçi olsa, şəfi olsa, nə deyir? Deyir, həmin şəfaətdən, onun gördüyü o işdən ona da pay var. Onun da alacağı nəsibi var. Və mən yeşfə' şəfaətən seyyiətən, kim də pis bir işdə vasitəçi olsa, şəfaətçi olsa, yekun lehu kiflun minhə. Onun üçün yenə də o pis işdən bir hissə var, bir pay var. Yəni yaxşı işə vasitəçi olan da şəfaətçi olan üçün də pay var, pis iş üçün də şəfaətçi olan üçün pay var. Deməli, məlum olur ki, şəfaət kəlməsi təkcə bizim adətən anladığımız ahirət gününə aid deyil. Şəfaət sözünün həm də bu dünyaya aidiyyəti var. Bu dünyada baş verən hadisələrdə tədbiri ilahi işlərində şəfaətin, yəni bu dünyada da öz aktuallığı var və öz yeri var. O nöqteyi nəzərdən bizlər yani şəfaət deyəndə bəziləri ancaq bəzi şeyləri yalnız deyirlər ki, Allah'ın izni olmadan heç kəs şəfaət edə bilməz və yaxud bütlərin şəfaət edə bilməyəcəklərini Qur'an-ı Kərimdə ayətləri gətirərək, zikr edərək sanki kimlərdənsə kömək istəməyi qadağan olunmuş kimi, haram olunmuş kimi görürlər, başa düşürlər. Halbuki Allah Teala şəfaəti elə dirilər arasında, yaşayan insanlar arasında yaxşı iş görənə də köməkçilik eləyən, kömək eləyən, vasitəçi olana belə pay düşdüyünü Allah Teala beyan eləyir. Eyni zamanda pis iş görənə. Hətta Həzrəti Peyğəmbərimizin özünün vaxtında Allah Teala beyan edir. Bəzi insanlar var idi ki, gəlirdilər günahlarının bağışlanmasını istəmək üçün Həzrəti Peyğəmbərimizin həyatdaykən yanına gəlirdilər və ondan Allah Taala'dan bağışlanmasını istəyirdilər. Və buna misal Nisa suresinin 64. ayəsində Allah Teala buyurur ki: "Velav ennahum izzalamu enfusahum ca'uka Festağfirullah ve estağfara lehumur Resul levecedullaha tevvaber rahime." Onlar
Əgər onlar özlərinə zülm etdikləri zaman, yəni günah etdikləri zaman sənin yanına gəlsəydilər, sonra Allahdan bağışlanmaq istəsəydilər, yəni sənin yanında Allahdan bağışlanmaq istəsəydilər və Allahın Peyğəmbəri də onlar üçün bağışlanmaq diləsəydi, gəliblər Peyğəmbərin huzuruna, deyiblər ki, ya Rasulallah, biz bir günah eləmişik, bir Allah Taala'nın həddini aşmışıq, bizim bağışlanmağımızı Allah Taala'dan istə. Şəfaətçi olmasını istəyiblər Peyğəmbərdən. Yəni bizə şəfi ol, bizə kömək elə, bağışlanmağımız üçün bizə kömək elə. Həzrət Peyğəmbərimiz də həmin günahkara görə Allah Taala'dan bağışlanma istədi. Əlini açdı, dua elədi Allah Taala'dan. Allah Taala da onun duasını qəbul elədi və bu səbəbdən bu hadisəyə bu ayət-i kərimə nazil oldu ki, ya Peyğəmbər, sənin yanına belələri gələr və sənin yanında əvvəla özləri Allahdan bağışlanmaq istəyərlər və sonra da səndən xahiş edərlər ki, ya Rasulallah, Allah Taala'dan mənim üçün bağışlanma istə, sən də istəyərsən onun üçün və görərsən ki, Allahı Təvvab və Rahim görərsən. Allah Taala'nı bağışlayan, çox bağışlayan və rəhm edən görərsən. Yəni Allah Taala da həmin adamı bağışlayar. Deməli, hələ Həzrət Rasulullah sallallahu aleyhi və səlləm həyatda ikən onun yanına gəlib bağışlanma istəyənlər var idi ki, yoxsa hər kəs elə evində də istəyə bilərdi də. Bəs kiminsə qapısına getməyə nə hacət? Allah qəlbləri bilir. Deyir ki, dua elə, elə özün dua elə, özün çağır da, başqasına niyə təvəssül edirsən? Niyə şəfaətçi düşürsən, vasitəçi düşürsən? Halbuki Allah-u Teala bu hadisəyə xatir, bu hadisənin səbəbindən ayət-i kərimə belə nazil edib. Şəfaət kimlər edərlər? Yəni kimə şəfaət hüququ verilər? Şəfaət etmək. Allah Teala yine Enbiya suresinde buyurur ki: وَلَا يَشْفَعُونَ إِلَّا لِمَنْ اِرْتَزَى وَهُمْ مِنْ خَشْيَتِهِ مُشْفِقُونَ. Onlar Allah'ın beğendiği, razı kaldığı kəsdən başqası üçün şəfayət etmezler. Yani kimler ki Allah'ın izniyle inşallah şəfayətçi olacaklar, onlar kimlərə şəfayətçi olacaklar? Onlar o kəslər üçün şəfayətçi olacaklar ki, onlardan Allah Teala razıdır. Allah'ın beğendiği kəslərdir və onlar Allah qorxusundan xoflananlardır. Yəni daima Allah'ın hədlərini, sərhədlərini qoruyandırlar. Şəfayət etmək təkcə qiyamət günündə günahkarlara aid deyil. Hətta peyğəmbərlər belə şəfayət istəyəcəklər. Peyğəmbərlər Allah Taala'dan istəyəcəklər ki, ya Rabbi, bizə kömək edən qiyamət gününün o çətin dəhşətində, ya Rabbi, bizə kömək edən biriləri varmı bizə kömək eləsin qiyamətin bu dəhşətində? Allah Teala bütün peyğəmbərləri Xatəmül Ənbiya və Seyyidəl Mursəlinə tərəf yönəldəcək. Deyəcək ki, son peyğəmbərdən sizə şəfayətçi olmağınızı isteyin, ondan isteyin. O sizə şəfayətçi olar. Deməli, peyğəmbərlər belə dərəcələrini artırmaq üçün, məqamlarını uzatmaq üçün Həzrət Peyğəmbərimizdən şəfayətçi olmalarını istəyərlər. Və yaxud günahkarlara şəfayət etmək üçün şəfayət onlar. Bir də deyildiyi kimi dünyada şəfayət onlar ki, dünyada da Allah Taala'nın izin verdikləri, hansılar ki, o izin verdikləri elə bizlərə həyatımızda bu rahat həyatı yaşamağa necə deyirlər, səbəb olan Allah'ın məxluqatı, Allah'ın izni ilə bizə göstərdiyi ilahi rəhməti bizə nazil olmağa səbəbkar olanlardır. Mesela Allah Teala Naziat suresində and içir, fəl-müdəbbirati əmra, and olsun işlərimizi idarə edən mələklərə. Allah Teala o mələklərə and içir ki, buyurur ki, bizim işlərimizi idarə edən mələklərə and olsun. Bütün işləri Allah idarə eləmir. Bayaqçı ayədə dedi ki, bütün işləri müdəbbirəl əmr Allah'tır. Amma deyir ki, bizim işlərimizi həm də kömək edən, idarə edən mələklər var. Yağışın damcılarını yerə çatdıran mələklər var. Məmur mələklər var. Ruzini, ilahi rəhməti məxluqata yetişdirən mələklər var. Qiyamətin gəlişini xəbər edəcək
mələk var. Ölüm vaxtı yetişəndə ruhun qəbz olunmasına məmur mələk var. Vəhyi, ilahi hökmləri yerə çatdıran mələk var. Salamı yer üzərinə gəlib çatdıran mələklər var. Yəni mələklərin vəzifələri, məmur mələklər çoxdur. Allah Teala o mələklərə and içir. O nöqteyi nəzərdən, yəni Allah Teala da öz mələklərinə şəfaət verdiyi, izni verdiyi mələklərə belə neyniyir? And içir və onların önəmini diqqətə çatdırır. Quran-ı Kərimdə Allah-u Teala bizlərə həmçinin müşriklərin şəfaət izni olmayan şeylərdən, bütlərdən, mələklərdən bir şeylər diləməsinə aid ayət-i kərimələr var. Zuhruf surəsinin 86-cı ayəsində buyurur ki, Bismillahirrahmanirrahim, La yemlikullezine yed'une min dunihi şefa'a. Allah'tan başqa çağırdıqlarınız şəfayətə malik deyirlər. Allah'tan başqasına çağırdıqlarınız şəfayətə malik deyirlər. Bütpərəstlər üçün buyurur, müşriklər üçün. Yəni Allah'tan başqa Lat, Uzza, nə bilim, başqa bütlərdən sizin nəsə diləməyiniz, onların şəfayət eləmə hüququ yoxdur. Onlar cansızdır. Onlar hətta nə görərlər, nə eşidərlər, nə əlləri var. Başqa bir ayət-i kərimədə buyurur, nə eşidərlər, nə dinləyərlər, nə danışarlar. Onların heç bir belə bir ixtiyarı yoxdur. Onların şəfayət hüququ yoxdur, sahibi deyirlər. Bəs şimdi şəfayət hüququ olanlar ayənin davamında buyurur, İllə mən şəhidə bil haqq və hum ya'lamun. Haqqa şahid olanlardan başqa şəfayət hüququna sahib olanlar yoxdur. Deməli, şəfayət edənlər və yaxud şəfayət edəcəklər, istər bu dünyada olsun, istər bu dünyanın işlərində, Allahın tədbirində iştirak edənlər olsun, istər qiyamət günündə şəfayət edənlər haqqı tanıyanlardır. Haqqı tanımayanlara Allah Teala şəfayət izni verməyib. Ona görə Allah Teala bütpərəstlərə deyir ki, çox necə deyirlər, şiddətlə buyurur. Sizin Allah'tan başqasına şəfayətçi özünüzə seçməyə hüququnuz yoxdur. Siz yalnız Allah'tan istəməlisiniz kimin şəfayətçi olmasını. Şura surəsində buyurur ki, وَالَّذِينَ اِتَّخَذُوا مِنْ دُونِهِ اَوْلِيَا اللّٰهِ hafizun aleyhim. O kəslər ki, Allah'tan başqasını özünə vəli, başçı, dost seçiblər. O kəslər ki, Allah'tan başqasını, yəni bir bütü, nə bilim, bir heyvanı, bir hər hansı bir Allah'tan başqasını özünə vəli, dost seçiblər. Buyurur ki, Allahu hafizun aleyhim. Onların üzərində nəzarətçidir Allah Teala. O kəslərin üzərində nəzarətçidir. Və mə əntə aleyhim bi vəkil. Sən onların üzərində vəkil deyilsən. Kim ki özünə Allah'tan başqa vəli seçibsə, deməli onlara nəzarətçi Allah Teala'dır və Allah Teala o vəlini tanımır. Bu ayəti kərimədə Allah Teala yalnız özünü buyurur, məndən başqa. Amma digər bir ayətdə necə buyurur? Buyurur ki, innəmə möminlər üçün buyurur. İnnəmə vəliyyukumullah. Həqiqətən sizin vəliniz, sizin başçınız, sizin rəhbəriniz Allah'tır. Sonra davamında buyurur, tək Allah'tır, tək Allah Teala olsa davamında başqasını zikr eləməz. Möminlər üçün buyurur ki, sizin vəliniz Allah'tır və Rasuluhu, sonra onun peyğəmbəridir. وَالَّذِينَ آمَنُوا, sonra iman gətirənlərdir. Yəni tək peyğəmbərlə də kifayətlənmədi. Sizin vəliniz, dostunuz, rəhbəriniz, böyüyünüz, hansı məna edirsiniz? Fərqi yoxdur. Peyğəmbərdir Allah'tan sonra və möminlərdir, iman gətirənlərdir və o kəslərdir ki, namaza durduqları vaxt rükû halında zəkat verənlərdir. Yəni Həzrəti Əmir al-Mominin əleyhissalamdır.
ki, yəni sizin vəliniz, sizin ağanız o kəsdir ki, Allah, Peyğəmbər və istər möminlər mənasında olsun, istər Həzrəti Əmir el-Möminin əleyhissalam mənasında olsun. Deməli, Allah Teala istədiyi şəxsə məxluqat üzərində vəli olmaq və şəfaətçi olmaq hüququ verir. Gəldik məsələmizin əsas nöqtəsinə ki, şəfaət məsələsindən biraz danışandan sonra Həzrət Peyğəmbərimiz mübarək Ramazan ayı üçün belə buyurur. Buyurur ki, qalə Rasulullah sallallahu aleyhi və aleyhi və səlləm, əs-siyamu vəl-Qur'anu yeşfə'ani lil-abdi yevməl-qiyamə. Buyurur ki, Həzrət Peyğəmbərimiz, bilirsiniz, ən böyük şəfaətçi Həzrət Peyğəmbərimiz olacaq. Ən böyük şəfiq. Amma ondan başqa qiyamət günü digər şəfaət edənlər də var. Həzrət Peyğəmbərimiz bu barədə xəbər verir. Buyurur ki, qiyamət günü oruc və Qur'an bəndəyə şəfaətçi olacaqlar. Yəni bəndənin bugünkü gün dünyada Ramazan ayının orucu tutan üçün onun orucu və oxuduğu Qur'an-ı Kərim onun üçün şəfaətçi olacaq, ona köməkçi olacaq, ona müstəğis olacaq. Oruc deyəcək, İlahi, mən bu bəndəni yeməklərdən və ürəyinin istəklərindən saxladım. Mənim şəfaətimi onun barəsində qəbul elə. Oruc Allah Teala'dan bunu xahiş eləyəcək, rica eləyəcək. Ya Rabbi, o gün ərzində öz nəfsinin istədiklərini, özünü nemətlərdən, yeməkdən, içməkdən, şəhvani hisslərdən özünü saxladı və indi bugünkü gün ona şəfaət eləmə hüququnu mənə ver. Oruc tutduğumuz oruclar bizim üçün bu cür şəfaət etmə hüququ istəyəcək Allahdan. Qur'an da belə deyəcək. İlahi, mən onu gecə yuxusundan saxladım. Mənim şəfaətimi onun barəsində qəbul elə. Gecə də yatmayıb, bir hissə, yuxusundan bir hissə ya gecə namazına, ya Qur'an oxumağına ayırıbsa, o oxuduğu Qur'an-ı Kərim də neyniyəcək? Mömin üçün şəfaətçi olacaq. Orucluqda Allah Teala həmçinin mömin üçün iki imtiyaz tanıyar. Biri budur ki, qiyamət günü tutduğu oruc ona şəfaət eləyər. İkincisi də Allah Teala Qədr gecəsində hər bir möminə qiyamət günü bəzilərinə şəfaət etmək imtiyazı verir. Yəni bu Qədr gecəsində möminlərdən bəzisinə ki, öz dərəcəsini qaldıra bilən, öz Allah Teala qarşısında məqamını qaldıra bilən, dualar ilə, istiğfarlar ilə, Allaha yaxınlaşmağı ilə o məqama yetişər, ta ki şəfaət etmə hüququ qazanar. Necə ki, başqa şəfaət etmə hüququna malik olan şəhidlərimiz olacaq, şəhidlər olacaq, alimlər olacaq və peyğəmbərlər olacaq və s. Amma bütün bunların başında hər birinin əvvəlində ilk öncə Həzrəti Peyğəmbərimiz olacaq inşallah. Salavat zikr edək Peyğəmbər alın. Həzrəti Peyğəmbərimiz buyurur ki, Yəmurullahu mələkən yunədi fi kulli yevmin min şəhri Ramazan fil həvə. Allah Teala bir mələyə əmr eləyər ki, Ramazan ayının hər günü car çəkib belə səsləsin. Ey mənim bəndələrim, müjdələr olsun sizə, sizin keçmiş günahlarınızı bağışladım və Qədr gecəsində biri-birinizə olan şəfaətinizi qəbul etdim. Yəni, bizlərin biri-birimizə elədiyimiz dua, möminlərin biri-birlərinə elədikləri duanın özü də bir şəfaətdir. Qədr gecəsində biri-birinizə etdiyiniz duanı qəbul edərəm. Qəbul olunmuş dualardan olar bugünkü gecədə. Yəni, bu gecə ona görə çox mühümdür, çox məqamı uca olan bir gecədir Qədr gecəsi. Həzrət Peyğəmbərimizin hədis-i şərifində buyurduğu kimi likulli nəbiyyin dəvətun qad da'a biha və qad səələ sualən fəstucibə.
Buyurur ki, hər bir peyğəmbər Allah dərgahında dua eləyib və ondan bir şey istəmişlər. Allah Teala da onların istədiklərini yerinə yetirmişdir. Amma mən Allahdan öz xahişimi qiyamət günü ümmətimə şəfaət etmək üçün saxlamışam. Allah Teala bu dünyada ümməti üçün heç bir bəddua eləməyib, heç bir bəla istəməyib. Ümumiyyətlə insanlar üçün. Və deyir ki, mən duamı, istəyimi qiyamət gününə saxlamışam. Rəhmətən lil aləmin, Peyğəmbərimizin bu ismi, bu əzəmətli sifəti Allah Teala buna görə verib ki, Həzrəti Rasulullah nə bu dünyada insanlara nifrin elədi, bəddua elədi, nə bu dünyada. Heç bir müşrikə də eləmədi. Məsələn, Nuh əleyhissalam dua elədi, dedi ki, ilahi bu insanların hamısı məhv elə. Dünyada nə qədər insan var, sənə müşrikdilər, şərik qoşurlar, bunların kökün kəs. Yəni nəslin kəs ki, bunlardan müşrik nəsil əmələ gəlməsin. Və yaxud başqa peyğəmbərlər bu cür bəddua ediblər. Yəni cəmaatın, ümumiyyətlə insanları Allaha ibadət, itayətə gəlməyənlər üçün bəddua ediblər. Həzrəti Rasulullah yeganə peyğəmbərdir ki, heç müşrik içində necə deyirlər, bəla istəməyib. Onların da cəhənnəmdən xilası üçün canfəşanlıq eləyib, özünü oda atıb, gecəsin gündüzünə qatıb və Allah Teala'ya onların hidayəti üçün dua eləyib. Bu dünyada da onlar üçün dua eləyib, qiyamət günündə də Allah Teala bütün ümməti üçün şəfaətçi olmaq hüququnu Allah Teala'dan istəyəcək. Necə ki buyurur, mən ləm yu'min bi şəfaati fələ ənə ləhullahu şəfaati. Kimin mənim şəfaət etməyimə imanı yoxdursa, qiyamət günü Allah Teala mənim şəfaətimi ona çatdırmayacaq. Yəni, Həzrət Peyğəmbərimizə olan şəfaətə, Allahın verdik izzətinə, cəlalına bizi Peyğəmbər və onun pak əhl-i beytinin şəfaətinə inşallah nail eləsin. Allah Teala bizləri Həzrət Peyğəmbərimiz və onun pak əhl-i beytindən ayrı salmasın. Həzrət Peyğəmbərimizin şəfaət etmə hüququ bütün peyğəmbərlərdən üstün olacaq. Allah-u Teala özü də Qur'an-ı Kərimdə buyurduğu kimi, ya Peyğəmbərim buyurur ki, وَمِنَ اللَّيْلِ فَتَهَجَّتْ بِهِ نَافِلَةً لَكْ عَسَى أَنْ يَبْعَثَكَ Rabbuka məqamən məhmudə. Ya Peyğəmbər, gecənin bir hissəsini özün üçün yatmaqla bərabər Allah üçün ayır. Əlavə bir vəzifə olaraq Qur'an oxumaq və gecə nafiləsini qılmaq üçün oyaq qal. Bəlkə Rəbbin səni məqamul məhmuda ucalda, tərif olunmuş məqama ucalda. Məqamul məhmud, yəni bütün ümmətinə şəfaət etmə məqamıdır ki, Həzrət Peyğəmbərimizi Allah Teala bu məqama istəyib qaldırsın. Həzrət İmam Sadiq əleyhissalam buyurur ki, Mə əhədun minəl əvvəlinə vəl-əxirin illə huvə yahtacun ilə şəfaəti Muhammedin sallallahu aleyhi və səlləm. Allahümme salli ala Muhammedin və ala Muhammedin. İlk insanlardan sonuncuya dək elə bir şəxs yoxdur ki, qiyamət günü Həzrət Peyğəmbərin şəfaətinə möhtac olmasın. Allahı, bax bu gecəki gecə Peyğəmbərimiz və onun pak əhl-i beytinə Allah Teala'nın inşallah izin verəcəyi Peyğəmbərin pak əhl-i beytinə bizim üçün şəfaət etmə duasını Allah Teala'dan istəyəcəyimiz gecədir. Bu gecəsi gecə Həzrət Peyğəmbərin əhl-i beytindən əmisi oğlu Həzrət Əmir Al-Momin əleyhissalamın şəhadətindən 3 gün keçən gecədir ki, bütün möminlər, bütün insanlıq, bütün bəşəriyyət bu gecə Həzrət Əmir Al-Momin əleyhissalama əslində hüzünlənməlidir ki, belə bir əmir, belə bir möminlərin əmiri dünyadan bədbəxt bir insanın, dünyadan Allahın əmirlərindən qafil, cahil bir insanın əli ilə zərbətləndi və bu dünyadan köçdü. Allah Teala, Allah'a biz cahillərin əməllərindən sığınırıq. Çünki bütün nələr baş veribsə, cəhalətin səbəbindən baş verib. Hətta Peyğəmbər və Ali Peyğəmbərə baş vermiş müsibətlər belə cəhalət səbəbindən baş verən müsibətlərdir. İstər Həzrət Əmir Al-Momin əleyhissalamın
şəhadəti olsun, yəni öldürülməsi olsun, istər Həzrəti İmam Hüseyn əleyhissalamın və istər digər hidayət imamları. Hamısı insanlığı zülmətlərdən işığa çıxarmaq üçün canlarını fəda elədilər. Hamısı hidayət çırağı idilər. Hamısı Səfinətül Huda, hidayət gəmisi idilər, nicat gəmisi idilər. Amma insanlar cəhalətindən və qəflətindən Peyğəmbər və pak əhl-i beytini, hansı ki qiyamət günündə onların şəfaətinə, Allah Teala'dan bizim üçün dua etməsinə möhtac olacağıq. Ehtiyacımız olacaq şiddətlə. Təbii ki bu dünyada da möhtacıq. Bu dünyada da ehtiyacımız var. Peyğəmbər və əhl-i beytinin dualarına bu dünyada da ehtiyacımız var. Amma qiyamət günündə heç kəsə köməyi çatmayacağı gün, heç kəsin kölgəsi olmayacağı bir gündə o kəslərin, o alilərin şəfaətinə ehtiyacımız olacaq. Hz. Əmir Əl-Mömin əleyhissalam o cahillərin bir dəstəsinin əli ilə zərbətlənəndən sonra elə ki yatağa düşdü, yəni zəhərli qılıncın zərbətindən yatağa düşdü və artıq zəhərli qılınc onun bədəninə təsir eləməyə başladı. Hz. Əmir Əl-Möminin keçən dəfə zikr olundu, bir çox vəsiyyət elədi. İstər övladlarına olsun, istər yaxındakı, ən yaxın səhabələrinə olsun. Keçən dəfə deyildi, yetim uşaqlar əllərində süd gətirmişlər. Həkim çıxdı bayra, dedi ki, Həzrəti Əmir Əl-Möminin zəhərli qılıncdan zəhərlənmiş bədəni üçün südün faydası var. Kimin imkanı varsa süd gətirsin. Həm içməlidir, həm də o yara südlə yuyulmalıdır. Həzrəti Əmir Əl-Mömin əleyhissalama eşidənlər qaçdılar süd almağa. Biri də o yetimlərdən biri də getdi, südçünün qapısını döydü gecə ikən. Rəvayətdə buyurulur ki, gecə ikən getdi, qapısını döydü, o körpələrdən, o yetimlərdən biri, hansı ki hər gün onun qapısına Həzrəti Əmir Əl-Möminin istər süd gətirərdi, istər başqa ehtiyaclarını gətirərdi. Deyir, ondan biraz süd istədi. Südçü dedi ki, mən bu südü pula satıram. Nəyinsə varsa ver, puldan ver, dinar ya dirhəmin varsa ver, mən südü verim. Dedi ki, uşaq dedi ki, mənim heç bir şeyim yoxdur. Sənə verəcək bir şeyim yoxdur. Dedi ki, yoxdur, onda sənə süd verə bilmərəm. Bilmir neyləsin. Deyir, baxdı yanına, yörəsinə, gördü ayaqlarında bir cüt nəleyni var, başmağı var. Dedi, bəlkə bu bir qiymətə gedər. Çıxartdı başmaqların, süd sətana verdi. Çıxartdı başmaqların, dedi ki, buna nə qədər edər, ona süd ver. Aldı başmaqları süd satan, onun qabına süd tökdü və yola saldı. Gəldi, o uşaq gəldi, Həzrəti Əmir Əl-Mömin əleyhissalamın qapısına tələsə gəldi. Deyir, istədi ki, südü aparsın, təqdim eləsin. Gəldi, həyətdə gördü ki, onun kimi nə qədər yetim uşaqlar həyətdə var. Hərəsi də əllərində bir qap süd. Gəlib gözləyirlər, intizardadılar. Həzrəti Əmir Əl-Mömin əleyhissalamın oğlu İmam Həsən əleyhissalam çıxdı qapıya. Dedi ki, atam Əmir Əl-Möminin ayağında başmağı olmayan uşağın əlindəki südü istəyir. Deyir, o uşaq əlində süd, özü də çaşdı qaldı. Atam Əmir Əl-Möminin ayağında başmağı olmayanı istəyir və gəldi qabağa. Bizlər də nəyimiz var, nəyimiz yox. Dünyada malik olduğumuz, hansı ki dəyəri yoxdur. İnna lillahi və inna ileyhi raciun. Bir gün hamımız Rəbbimizə qovuşacağıq və əlimizdə olanlar hamısı bu dünyada qalacaq, fani olacaq. Bizlər də əli boş şəkildə sanki Rəbbimizin huzuruna gedirmişik. Bu gecə Həzrəti Əmir Əl-Möminin qapısında ona süd gətirmiş kimi dayanıb, onun üçün nəyimiz var, nəyimiz yox, onun uğrunda, Allahın sevdiyi bəndəsi uğrunda fəda eləyib onun qapısına gəlmiş kimiyik bu gecə və əllərimizi uca Rəbbimizə açırıq, ya Rabbi.
bizim günahlarımızı bağışla. Bu gecənin şəhidinin ehtiramına, bu gecənin hansı ki bütün bəşəriyyətin dünya və ahirət xilaskarının hörmətinə, Həzrət Əmir Əl-Mominin ağanın hörmətinə, onun pak əhli beytinin hörmətinə ya Rabbi, bizim günahlarımızı bağışla ya Rabbi. Sənə təqdim edəcəyimiz bir əməlimiz yoxdur. O ağanın dediyi kimi, Həzrət Əmir Əl-Momin əleyhissalamın buyurduğu kimi, İlahi sənə təqdim edəcək bir işimiz yox, bir savabımız yox, bir əməlimiz yoxdur. Səfər də uzaqdır, təqva kisəmiz də boşdur ya Rabbi. Bizə rəhm elə, bizə o Əmir Əl-Mominin ehtiramına rəhm elə ya Rabbəl aləmin və onun qatillərinə əbədi lənət elə ya Rabbi. Bizləri Həzrət Əmir Əl-Mominin mühibbilərindən qərar ver. Onun düşmənlərindən hər birimizi bəri elə ya Rabbi. Zamanə imamımızı nəzərlərin üzərimizdə qərar ver. Onun zuhurun təcil elə ya Rabbəl aləmin. Ələ la'nətullahi alə qavmiz zalimin minəl ənə ilə qiyami yevmiddin. İrham lana ya اغفر لنا يا الله ارحم لنا يا الله اغفر لنا يا الله افعل سان خدا ارحم لنا یا الله افعل سن خدایا افعل سن خدایا ارحم لنا در جهنم گماسی بنده‌ام جلمیشم در جاه من یا شریف من خطا شدم ولی سنسن رحیم محضرنده رو سیاهم یعنی روزگاریم ای خدا bir طبیبانم آخه درد من bilmirəm burada atası dünyadan gedənlər var ya yox. Əcəl ata evdən ayrılanda çətin olar. İki yerdə deyirlər atanın ya ananın ayrılığı ya da ürəyin yaman yandırar. Ay atası dünyadan gedənlər, ay atadan yetim kalanlar. Evvel bu değil
Gelenleri ile ki evde atayım boş görerler. Adam reyler, balalar reyler. Geceler Hasan Hüseyin Zeynep'in yetim kalan günlerdi. Alincan olacak. Fatıme'den Zehra'dan davransan, başa kara bağlansan, nedenden sonra bugüne kadar yasaklarımızdan ay Zeynep. Zeynep azallah azallah, ağlamam Kerbela'ya sallah. Zeynep kelimelerim yalandan diyarsan ay mazi, ay mazi. Balalarla var kalandan diyarsan ay mazi. Zeynep ebel fezlimin kolları kadar olandan diyarsan ay mazi. Zeynep Ali Eşber'in doğralanda ağlıyarsan ay mazi, ay mazi, ay mazi. Başını düşman edip nişana Ali yaralandı. Yaxşı sıralı. Mescidime gelen uyandı kana Ali yaralandı. Başına düşman edip nişana Ali yaralandı. Zeynep'in ağlam gelir ferane Ali yaralandı. Olmadı Allah bu derde çare Kadir Kur'an'a. Ali Ali tanem, Ali Ali tanem, Ali Ali tanem, Ali Ali tanem. Mulcemin oğlu vuruldu yara, başından eşiğe. Bu tür bu. Mulcemin oğlu vuruldu yara, başından eşiğe. Ahırdı kanı üzerine göz, başından eşiğe. Müzayine et, sen de el göz, yaşından eşiğe. Ceyimdi alem, üminde kara, batıdır gavre. Ali Ali tanem, Ali Ali tanem, Ali Ali tanem, Ali. Ali Ali tanem, Ali Ali tanem, Ali Ali tanem, Ali. Eyle nezare, o şehri yâre, Ali batır gâre. Başını şemşir edildi yâre, Ali batır gâre. Özündür Allah bu derde çare, Ali batır gâre. Özündür Allah bu derde çare, Ali batır gâre. Ahli ayâmi edir nezara, Ali batır gâre. Basteli merge yığıldı burada, Ali zıvırtlandı. Gönlünde ağlar behişte tara, Ali gırtlandı. Diyar Ali var, diyar Ali var, bu ganda Zahra, Ali gırtlandı. Diyar Ali var, bu ganda Zahra, Ali gırtlandı. Kayıp diyara, o şehri yara, Ali batır gâre. Rengi sarıldı, gözü karardı, uçufa mazluldu. Zalim ülkem
أسألك بكتابك المنزل وما فيه وفيه اسمك الأكبر وأسماؤك الحسنى وما يخاف ويرجى أن تجعلني من عتقائك من النار. İlahi, nazil ettiğin kitaba, Kur'an'a, İlahi amin. Onun içindekilere, içindeki en büyük adına, en güzel adlarına, korkulu ve ümid etmeli her bir xəbərə xatir. Səndən istəyirəm ki, məni cəhənnəm əzabından xilas etdiyin kəslərdən edəsin. Salavat zikri deyək. İnşallah Kur'an'ı başımıza koyup bu duanı okuyacağız. Allahümme bihaqqi hazel Kur'an ve bihaqqi men erseltehu bihi ve bihaqqi kulli mu'minin medahtahu وبحقك عليهم فلا أحد أعرف بحقك منك. İlahi, seni an veririm bu Kur'an'ın hakkına, onu gönderdiğin kesin Peygamberimizin hakkına, Kur'an'da tariflediğin bütün müminlerin hakkına ve senin onların üzerindeki senden daha yakşı hiç kimin tanımadığı hakkına. Bike ya Allah, 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 bike ya Allah. بك يا الله بك يا الله بك يا الله جل جلاله ربي بمحمد 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 بعلي 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 بفاطمة 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 بفاطمة
بالحسن 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 بالحسين 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 صلوات بعلي بن الحسين 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 بمحمد بن علي 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 بجعفر بن محمد 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 بموسى بن جعفر 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 بعلي بن موسى 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 بعلي
بمحمد بن علي 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 بعلي بن محمد 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 بالحسن بن علي 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 بالحسن بن علي